Om Namo Bhagavate Vasudevaya. Srimad Bhagavad Gita Fəsil 11 Mətin 50. Fəslin adı Vishvarupa Darshana Yoga yaxud kainat formasının huzurunda kainat forması ilə görüş. Tanrı'nın kainat forması, Vishvarupa kainat forması deməkdir. Darshanda onun huzurunda durmaq, onunla görüş. Hoş gördük Bhagavad Gita'nın değerli dinləyiciləri. Bu fəsil 55 mətndən ibarətdir. Biz 50'dəyiz. Yəni 5 dənəsi qalır. Ondan sonra keçirik 12-ci fəslə. Deməli, burada bu fəsildə Tanrı Shri Krishna Kurukshetra döyüş meydanında dostu Arjuna'ya özünün Allah aspektini göstərir, Allahlığını göstərir. Ki Krishna Allah'dır. Arjuna'nın qarşısında duran isə Allah ali şəxs, yəni mütləq həqiqətin ən ali aspektidir. Və Arjuna Tanrı'nın bu formasını görməyə qadir olmayan gözləri ilə görə bilmir. Ona görə Krishna ona ilahi görmə qabiliyyət verir. Arjuna və bu ilahi görmə qabiliyyəti ilə Allahı görür. Bütün kainatı bir yerdə, bir nöqtədə, bir elə bir ki, bir məkanda görür. Bütün kainatı. Və gördüklərini təsvir edir. Biz gördük ki, kimlər ki mühazirələrə qulaq asırlar, görürlər ki, Arjuna necə dəhşətə gəldiyini, heyrətə gəldiyini, qorxu hissi keçirdiyini Arjuna deyir burada. İndi 49-da Arjuna demişdi ki, məni bu dəhşətli isim, üzr istəyirəm, 49-da 47, 48, 49'da Krishna deyir ki, Allah ali şəxs deyir, əzizim Arjuna, mən sənə daxili qüvvəmin köməyi ilə maddi dünya hüdudlarındakı ali kainat formamı göstərməyimə çox xoşbəxtəm. Sənə qədər heç kəs bu ilkin hüdudsuz və göz qamaşdırıcı parıltısı olan formamı görməmişdi. Ey kuru döyüşçülərinin ən yaxşısı. İndiyədək heç kəs mənim bu kainat formamı görməmişdi. Çünki nə vedalar öyrənməklə, nə qurbanlar icra etməklə, nə xeyriyyəçiliklə, nə mömin fəaliyyətlə, nə də sərt zahidliklə mənim maddi kainatdakı bu formamı görmək mümkün deyil. Məni bu dəhşətli simada gördükdə sən heyrətə gəlib özünü itirmişdin. Arjuna, gəl buna son qoyaq. Ey mənim fədaim, bütün qorxulardan azad ol və ağlını sakitləşdirib arzu etdiyin formamı seyr et. Arjuna hansı formanı demişdi ki, istəyirdi ki, Krishna ona özü 450 formasını göstərsin. Vishnu. İndi 50-ci mətndə gəlmişik. Krishna bunlar dedi və indi nə eləyəcəkdir? Görək onu nə eləyəcək bundan sonra Krishna. 50-ci mətnin sanskriti belədir. Sanjay Vacham. Sanjay dedi. İti Arjunam Vasudevas Tathoktva. İti Arjunam Vasudevas Tathoktva. Svakam Rupam Darshayam Asabhuyaha. Svakam Rupam Darshayam Asabhuyaha. Ashvasayam asachabhitamenam. Ashvasayam asachabhitamenam. Bhutva puna saumya vapur mahatma. Bhutva puna saumya vapur mahatma. Beytin Azərbaycanda tərcüməsi və izahı. Sanjay Dhritarashtraya dedi, Allah ali şəxs, Bhagavan Shri Krishna, Arjuna'ya bunu deyib özünün həqiqi 450 formasını göstərdi. Sonra isə 250 formasını alaraq Arjuna'nı qorxudan azad etdi. Bu beytin Azərbaycanda tərcüməsi və indi Şrila Prabhupāda'nın buna verdiyi qısa izah.
Krishna Vasudevanın və Devakinin oğlu kimi gələrkən onların qarşısında əvvəlcə 450 Narayana kimi peyda olmuş, sonra onların xahişi ilə adi uşaq şəklini almışdı. Krishna Arjuna'nın onun 450 formasını görməyə çox da can atmadığını bilirdi. Lakin Arjuna'nın xahişi ilə ona 450 formasını göstərib yenidən 250 formasını aldı. Samya Vapu sözləri böyük əhəmiyyət kəsb edir burada. Samya Vapu məftun edici forma deməkdir. Məftun edici. O en güzel forma hesab edilir. Krishna insanların karşısında bu formada nazil olduqda onları heç olmazsa onun gözəlliyi cəlb edir. Kainatın hükümdarı olduğuna göre Krishna asanlıqla fədaisi Arjuna'nı qorxudan azad etdi və yenidən özünün məftun edici Krishna formasını aldı. Brahma Samhita'da deyilir ki, Premanjana Churita Bhakti Viloçanena, gözlərinə məlhəmi çəkilmiş fədai Şri Krishna'nın məftun edici formasını görə bilər. Bu Şrila Prabhupāda'nın bu beytə verdiyi qısa izahdır. Sanjaya arada neyinir? Kommentar eləyir də baş verənləri. Çünkü bu söhbəti Sanjaya Dhritarashtraya onun sarayında danışır. Dhritarashtra korşahdır. Hansı ki Kurukshetra döyüş meydanındakı Arjuna ilə Krishnaya əks tərəfdə durmuş ordunun şahı əslində oydu. Sadəcə olaraq o kordu anadan gəlmə. Onun 100 oğlu başda Duryodhana olmaqla həmən orduya başçılıq edirdilər. Duryodhana demonik təbiətli şəxsiyyət idi. Negativ figur idi. İndi Sanjaya Dhritarashtra deyir ki, elə müharibə başlamayıb, Allah-ı şəxs Arjuna'nın xahişini yerinə yetirərək özünün 450 formasını ona göstərir. Arjuna ondan belə xahiş eləmişdi. Və burada deyir ki, Krishna, Allah bizim bu 11-ci fəsli oxuya gəldik, söhbətlərimiz yapardıq. 50 mətndir, bu 50-cidir. Qarşıda 5 dənəsi qalıb. Bizim burada izahımızın nəyi, əsas məqamı ondan ibarət idi ki, bugünkü dövrün insanları Allah'ı necə tanıyırlar və Veda biliyi onu necə təqdim eləyir, xüsusilə də Bhagavad Gita. Biz çalışdıq ki, araşdıraq, izah eləyək. Həmin Bhagavad Gita'dan olan beytləri bir-birinin ardınca oxuduq. Bhaktivedanta Swami Şrila Prabhupāda'nın izahlarını oxuduq. Sonra nə qədər mümkündürsə, vaxt nə qədər imkan verirsə biz hər mühazirəni bir saat çərçivəsində izah eləməyə çalışdıq ki, Krishna bugünkü gündə bütün planetin üstündə din yox, yeni bir din yox. Çünki əslində din bir dənədir və o da kainat yaradılanda verilir. Dharmam tu sakshat Bhagavad Pranitam Vedalarda deyilir belə bir aforizm ki, din yalnız və yalnız Allah tərəfindən verilir və o da verilibdir. Orada yazılır ki, verilibdir. Orada deyilmir ki, hər dəfə Allah yeni dinlər verir. Belə şey, bu bizim illüziyamızdır. Bu bizim biliksizliyimizdən irəli gəlir, əgər bu cür düşünürüksə. Din Allahın qanunlar külliyatıdır. Niyə? Çünki maddi kainatı Tanrı özü yaradır və o burada mövcud olmağın qaydalarını, qanunlarını, necə deyirlər, təqdim eləyir. Necə ki, insan bir şeyi yaradıb, düzəldib, onun instruksiyasını verir. Düzdür. Bu necə istifadə olunur, nədən təşkil olunubdur və s. Eləcə də Tanrı, Allah-ı şəxs bu maddi dünyada mövcud olmağın qaydaları elmini verir və o dindir. O Veda biliyidir.
Çünki Veda biliyinin tarixi yoxdur. Yəni Veda biliyinin tarixi yoxdur. Heç kim bilmir ki, heç kim deyə bilməz ki, Veda biliyi haçan verilib, neçənci vaxtda, neçənci ildə, neçənci əsrdə. Veda biliyi kainatın yaranışından Həzrət Brahmaya Krishna veribdi onu. Bu əbədidir. Bu yazır ki, Krishna Bhagavad Gita'nın 9-cu fəslin 2-ci mətnində yadınıza salın orada. 1-ci, 2-ci mətnlərdə necə deyir? Allah Ali şəxs Arjuna'ya deyir ki, Arjuna, heç vaxt mənə paxıllıq etmədiyinə görə sənə mən ən məxfi bilik verəcəyim ki, onu dərk etməklə sən bu dünyanın bütün istiraflarından azad olasan. Deyir ki, o biliklər şahıdır. O safdır. İnsana öz mahiyyətini dərk edərək onu bilavasitə duymağa imkan verdiyinə görə din kamilliyidir. O əbədidir və onun həyata keçirilməsi sevinç gətirir. Gördünüzmü? Krishna 9-cu fəslin 2-ci mətnində deyir ki, o əbədidir. Yəni, o bilik hansı ki, Krishna Arjuna'ya açıqlayır, bu əbədidir. Yəni, Bhagavad Gita'da verilən bilik əbədidir. Bu biliyin əvvəli sonu yoxdur. Ona görə biz bu Bhagavad Gita'nın biliyinə əsasən izah eləməyə çalışırıq ki, Veda biliyinə əsasən Allah kimdir? Burada Bhagavad Gita'nın 11-ci əslində bütün Bhagavad Gita bu barədə necə mükəmməl izah verir. Baxmayaraq ki, Bhagavad Gita Veda biliyin əlifbası sayılır. Amma biz bir-iki əlifbanı bilmədən heç nə eləmək mümkün deyil. Amma burada Allah mütləq həqiqət Veda yoga elmi mütləq həqiqət kimi onu təqdim edir. Dinlər Allah kimi. O necədir, kimdir? O Bhagavad Gita'da mükəmməl şəkildə təqdim olunur. Mükəmməl şəkildə. Yəni elə bir qaranlıq yer qalmır bizə bu barədə. Ki Allah Veda biliyi deyir ki, 3 səviyyədə dərk olunur. Brahman, Paramatma, bir də Bhagavan. Brahman o nurdur. Hər yerdə mövcud olan nur. Brahman. İkincisi Paramatma, hər bir canlı varlığın qəlbində olan ali candır. Paramatma. Param alidir, atmada can, ali candır. Hər bir canlı varlığın qəlbindədir. 450 formasında. Üçüncü səviyyə isə Bhagavandır, Allah ali şəxsiyyətdir ki, hansı ki birinci ikisinin mənbəyidir. Yəni birinci ikisi həmən o Allah ali şəxsin nədir? Təzahürüdür, onun enerjisidir, onun mücəssəməsidir. Bildinizmi? Bu Bhagavad Gita'da mükəmməl şəkildə izah olunur. Allah kainat formasıdır, Tanrının kainat forması. Kainat forması o deməkdir ki, Allah əzəldən ali şəxsiyyət olduğuna görə o ali şəxsiyyətdir. Allah ali şəxs. O Krishna'dır, Govindadır. Onun bütün təzahürləri şəxsiyyət nəyindədir? Məqamındadır. Şəxsiyyət mövqeyindədir. Bütün təzahürləri. Ona görə də Tanrının formaları, hər bir enerjisi şəxsiyyətdir və formaya malikdir. Bütün onun enerjilərin sayı hesabı yoxdur. Veda biliyi deyir ki, Allahın enerjilərinin sayı hesabı yoxdur. Sonsuzluq qədərdir. Allahın mücəssəmələrinin, inkarnasiyalarının sayı hesabı yoxdur. Təzahürlərinin. Baxmayaraq ki, təkdir. Və hər bir kainatın daxilində də onun kainat formasını dillədir. Virat Rupa, Virat Rupa forma deməkdir. Virat kainat forması və yaxud da ki Vishva Rupa. Vishva Rupa, Virat Rupa eyni sözlərdir. Sanskrit sözləri. Bu kainatın quruluşu, Tanrının kainat forması adlı formasının təzahürüdür kainatın daxilində. Tanrı özünü kainat forması kimi də təzahürlətdirə bilir və ki, onun içində kainatda mövcud olan hər bir şey o formaya daxildir. Hər bir şey. Kainatda mövcud olan hər bir şey o formaya daxildir. Və o forma ancaq maddi kainat daxilində təzahür olunur. O forma əbədiyyətdə mövcud deyil və əbədiyyətdə o formaya ehtiyac yoxdur.
Cəhənnəm planet sistemləri, cənnət planet sistemləri, orta planet sistemləri. Bunların hamısı həmən kainat formasının tərkibidir və orada mələklər həmən kainat formasının müxtəlif yerlərində, müxtəlif hissələrində xidmət aparırlar. Bizim bədənimiz kainatın mini modeli deyirlər. İnsan bədəni kainatın mini modelidir və bizim bədənimiz daxili orqanlar sistemi var. Çox həddindən artıq mürəkkəb bir mexanizmdir. İnsan bədəni öz bilirik ki, həddindən artıq mürəkkəb bir sistemdir əslində. Əgər bir hüceyrənin tərkibində gedən proseslər planetin üstündəki ən böyük şəhərin idarə sistemindən mürəkkəbdirsə, təsəvvürə getirsiniz bizim bədənimiz nə deməkdir? O ki, bizim bədənimiz kainatın mini modelidirsə, baxın, və bizim bədənimizin hər bir üzvünə də bir dənə mələk nədir? Təkimdir. Hər bir üzvünə. Elə bir ki, qaraciyər biri, mədə bağırsaq sistemi biri, böyrəklərə biri və s. Niyə? Çünki bu bədən Tanrıya məxsusdur. Tanrıya məxsusdur bizim bədənimiz, bizə yox. Ona görə kainat forması bu Tanrının maddi dünya kainat daxilindəki formasıdır və Allah həmən o kainat daxilində Allah Ali şəxsin qüdrətinin, sonsuz qüdrətinin, əzəmətinin təzahürüdür ki, onu insan kainat nə boydadır bilirsiniz? Biz planetimizi görmək qabiliyyətinə malikdir. Biz yaşadığımız şəhəri görmək qabiliyyətinə malik deyilik. O da olsun bütöv bir kainatı, hüdudsuz kainatı, küllü miqdarda planet sistemlərini hamısı bir yerdə görmək. Ona görə burada Allah Ali şəxs özün Allah nəyini, mövqeyini Arjunaya göstərir. Arjuna bütün kainatı bir yerdə görür və gördüklərinin də hamısını təsvir edir ki, Allah kimdir? Və onu da izah elədi ki, bu Allah Ali şəxsin nə idi? Allah Ali şəxsin formasıdır. Ona məxsusdur. Allahlıq. Allah Ali şəxsə. Yəni, Allah Ali şəxs özünün Allahlığını neynir? Təzahürlətdirir. Necə ki, kobud şəkildə desək, kobud. Necə ki, ölkəni idarə edən prezident şəxsiyyətdir. Şah. Şəxsiyyətdir. Amma o özünün şahlıq nəyini, hökmünü, şahlıq səlahiyyətini, şahlıq nəyini, qüdrətini, şahlıq mövqeyini bütün ölkə ərazisində təzahürlətdirir. Bu və ya digər formadır. Özünün nümayəndələri kimi, qanunu kimi, qanunları kimi, konstitusiyası kimi və s. Hakimiyyəti kimi istənilən halda. Amma bunların hamısı Allah ölkənin şahına məxsusdur. Şahı onları təzahürlətdirir. Onlar bir yerdə şahı təzahürlətdirmirlər. Yəni ölkənin qanunvericiliyi, ölkənin hakimiyyəti, hökmü, ölkədə mövcud olan hakimiyyətin nümayəndələri və s. bunlar bir yerə yığışıb şahı təzahürlətdirmirlər. Şah onları təzahürlətdirir. Bildinizmi? Əsas məsələ budur. Bu kobud nümunədir əslində, mükəmməl nümunə deyil. Mən bunu sadəcə olaraq başa düşmək üçün dedim. Ona görə də biz bunu açıqlaya gəlirik, çalışırıq ki, kimdir? Allah kimdir? Bhagavad Gita'nın konkret olaraq 11-ci fəsli bunu izah edir. Və burada da deyilir ki, biz oxuduq ki, biz gördük ki, deyir ki, əslində bizim burada mövcud olmamız, biz bu məsələlərə ciddi yanaşmalıyıq, bilirsinizmi? Maddi dünya həbsxana xarakteri daşıyır bir nöqteyi nəzərdən, mən demişəm sizə. Biz özümüz bunu həyatımızın hər anında, hər dəqiqəsində, hər saniyəsində müşahidə edə bilirik ki, nə qədər burada bizim axtardığımız, insan burada nə axtarır? İnsan burada axtarır xoşbəxtlik, məmnunluq, rahatlıq, sevgi, sevinç. Yəni, ancaq müsbət şeylər axtarırıq da biz burada. Negativ axtarmırıq, gələ deyil. Biz burada ancaq müsbət, biz burada ancaq pozitiv şeylər axtarırıq.
Var dövlət axtarır, həzz axtarır, məmnunluq axtarır, xoşbəxtlik axtarır, sevinç axtarır, sevgi axtarır və s. Yəni müsbət gözəllik axtarırıq, hə? Bilik axtarırıq və s. Ancaq pozitiv. Amma biz görə bilərik ki, burada nə qədər çoxlu negativlər vardı. Nə qədər çox negativlər vardı. Və o negativlər insan özü də görür ki, o negativlər insan tərəfindən idarə olunması qeyri-mümkün olan məsələlərdir. İnsan onları idarə edə bilməz. Bunun hamısı nədən oldu? Bunun hamısı nəyə? İnsanı son nəticədə gətirib çıxartmalıdır, dərrakəli insanı gətirib çıxartmalıdır ona ki, o başa düşsün ki, maddi dünya süni bir yerdir. Bizim üçün süni bir yerdir. Biz buna ciddi yanaşmalıyıq. Bilirsiniz, çox ciddi münasibət tələb edir. Maddi dünya süni bir yerdir bizim üçün. Bunun süniliyi də hər addımda, hər anda, hər saniyədə həyatımızda müşahidə edə bilərik. Nə qədər biz bədbəxtliyi, nə qədər biz istirabları, əzabları, çətinlikləri, problemləri, maneələri, sonra bütün bu xoşa gəlməz halları nə qədər çox biz onlardan qaçmağa çalışırıqsa xeyri yoxdur. Xeyri yoxdur. İnsan heç bir nailiyyəti ilə həyatında baş verən negativlərdən yaxa qutara bilmir. Heç bir nailiyyəti ilə, nə elmi nailiyyəti ilə, nə var dövlət nailiyyəti ilə, iqtisadi nailiyyəti ilə, nə deyək ki, mövqeyi nailiyyəti ilə bu və ya digər mövqeyə nail olsun. Heç bir nailiyyəti ilə insan öz həyatında, ümumiyyətlə bu dünyada mövcud olan negativlərdən yaxa qutara bilmir. Bildinizmi? Onlara dözmək, səbir göstərmək məcburiyyətindədir. İnsan burada böyük işlər görür, xarüqələr yaradır dırnaq arasında. İncəsənət ustalıqlıq eləyir, memarlıq ustalıqlıq eləyir. Nə bilim, daha burada daha nələr işlər görür burada insan. Siyasi ustalıqlar eləyir. Sonra canım sizə desin, məharətlərini göstərir və s. Siz başa düşdünüz mən nədən danışıram. Amma bunların hamısına deyir o amansız ölüm, qocalıq və ölüm amansız şəkildə onların hamısına xitam verir, belə deyirlər. Xitam verir onların hamısına, bir də kəsir, tullu deyir, yığış. İnsan burada qovur, buradan çıxardır maddi enerji ki, otura bilməzsən burada. Bura sən nə qədər çalışdın da burada nəsə bir. Amma insanlar burada hər şeyin özülünü, fundamentini elə möhkəm, bərk-bərk şeylərin üstündə qururlar ki, sanki burada əbədi qalacaqlar, əbədi burada yaşayacaqlar. Amma burada maddi enerji bizi hər dəfə qovur, çıxardır bədəndən ki, çıxdım buradan, biraz istismar elədim mənə bəsdir. Biz maddi enerjini istismar eləyirik burada. Təsəvvürə gətirirsiniz, bu cümləni də təkrar eləyəcəm mən. Biz burada maddi enerjini istismar eləməklə məşğuluq. Maddi enerji Tanrının enerjisidir və biz onu istismar eləməklə məşğuluq. Biz onu bir müddət istismar eləyəndən sonra maddi enerji çox qəddar və çox amansızdır. Bir dənə komanda verir ki, indi yığış, rədd ol buradan. Bizi ruhi canı bədəndən qovu çıxardır, atır çölə. Deyir, bəsdir, məni istismar elədin. Hələ doymadın? Yox, hələ doymadım. Sərxoş adamın vəziyyətindədir maddi dünyada mövcud olan canlı varlıqlar, bizlər hamımız. Sərxoş adam oraya, içir, doymur elə, içir, oyanmır sərxoşluqdan. Axır o yerə gəlir çatır ki, hamının gözündən düşür, atırlar onu ayıltma məntəqəsinə. İndi biz bir bədəndən başqa bədənə keçirik. Görün, nə qədər ciddi söhbətlərdir bunlar. Ya bunlar inanc deyirlər ki, kimsə edə ki, mən bunlara inanmıram. Bu birisi nədir? Bu gülüncdür. Bu gülünc olar ki, insan deyir ki, mən buna inanmıram. Hər insan hal-hazırda yaşadığı həyatı mənim dediklərimə, Bhagavad Gita'nın dediklərinə daha doğrusu bariz dəlildir, nümunədir. Buyur, bax, hər bir insan öz həyatına diqqət eləsə, bizim söhbətlərimizdə olanların hamısını açıq-aşkar görəcək. Hər bir insan həyatı və buna sübut dəlildir. Ki, hər bir insan həyatında bu deyilənlərin hamısı mövcuddur. İnsan nə qədər gözəl olur olsun, insan nə qədər varlı olur olsun, nə qədər bilikli olur olsun, nə qədər güclü olur olsun, nə qədər
nə qədər imkanlı olur olsun, xeyri yoxdur. Ha, maddi enerji bir müddətdən sonra hər şey insan əlinə alır. Tanrı'nın illüzor enerjisi bir müddətdən sonra hər şey insan əlindən alır. Ha. Ona görə də dərrakəli insan o insana deyilir ki, dərrakəli insan o insana deyilir ki, o insan bütün bunlardan sağlam nəticə, sağlam əldə edir, sağlam bir təcrübə toplayır, sağlam bir qərar çıxarda bilir ki, bura haradır, nədir və mən nə etməliyəm əslində, sən demə. Bildinizmi? Bu da insanın intensiv münasibətindən asılıdır. Maddi dünya xarakteri itibariyle bataqlıq prinsipi burada hökm sürür. Burada daima düşünləşmə prosesi gedir. Nə buranın müvəqqəti olmağı, zaman hökmü altında olmağı, müvəqqəti olmağı. Bu deməkdir ki, burada başlanğıc və sonu olan bir proses gedir. Başlanğıcı və sonu. Hər şeyin baxın başlanğıcı və sonu var. İnsan həyatının da başlanğıcı və sonu var. İnsanın xoşbəxtliyində dırnaq arasında başlanğıcı və sonu var. İnsanın həzzinin, istirabında bir başlanğıcı və sonu var. Hər şeyin başlanğıcı və sonu var. Ona görə başlanğıc və sonu olma özü-özlüyündə bütün prosesləri bir istiqamətdən başqa bir istiqamətə yönəlməsinin dəlalət edir. Düzdürmü? Ona görə də buradan çıxmağa kimlər cəhd eləyərlərsə, onlar buradan çıxırlar. Kimlər eləmirlərsə, onlar sadəcə olaraq bu başlanğıcı və sonu olan prosesi axında bir başdan axırlar gedirlər, tökürlər o başa da özünü unutqanlıq həyatı sürürlər. İndi baxın, heç kim özü haqqında heç nə bilmir. Biz özümüzü bədənlə eyniləşdiririk, amma bilmirik ki, bu bədən bizim deyil. Heç biz, nə bizimdir, nə də bizik. Sizcə bu ciddi fikirdir, yoxsa yox? Yoxsa fəlsəfədir? Bu ciddi bir məqamdır, yoxsa fəlsəfədir sadəcə olaraq? Hind fəlsəfəsi. Hindistan Allahın fəlsəfəsi. Biz o qədər cahilik ki, bizim müasir dövrün biz insanlar, o qədər cahilik ki, dönə-dönə bir şeyi təkrar eləyirsə, eləsən də xeyr yoxdur. İnsan elə ancaq mənsubiyyət çərçivəsində hər şeyə baxırlar. Bu bədən nə sən deyilsən, nə də sən deyil. Bunu dönə-dönə Allahın deməyi də o qədər əsas məsələ deyil. Bunu insan özü də görə bilər ki, bu bədən nə sənsən, nə də sən deyil. Bu bir faktdır, düzdürmü? Ama insan özünü, ama biz özümüzü o kadar cehalətdəyik ki, özümüzü unutmuşuq da. Və bunun üçün də illüzor enerji, şeytan deyilən varlıq, o bütün var qüvvəsi ilə çalışır ki, biz bu əhval-ruhiyyəmizi saxlayaq. Hansı? Elə bu səbəbdəndir ki, məsəl üçün böyük şəxsiyyətlər, möminlər, müqəddəslər insana məsləhət verirlər ki, bizlərə ki, ünsiyyət necə olmalı? Bizim atalarımızdan, babalarımızdan da qalan sözlər var ki, insan kimlə dostluq edirsənsə, onu oxşuyursan da. Ünsiyyət olduqca vacib məsələdir də burada. Kimlə ünsiyyət saxlayırıq, kimlə dostluq edirik, kimlə yoldaşlıq edirik, kimlə nəsihət alırıq. Bunlar ciddi məsələdir. Yəni, insanın ünsiyyəti müəyyən edir ki, onun növbəti həyatı, növbəti taleyi necə olacaq? Deyilir ki, insanın inkişafı 90% onun ünsiyyətindən asılıdır. Yerdə qalan 5-6% onun şəxsi səyləridir. Ünsiyyət əsas vacib məsələlərdən biridir. Və heç təsadüfi deyil ki, bəs Tanrı görürsünüz belə bir, məsəl üçün dünya Allaha məxsusdur, Krishnaya məxsusdur, bütün planet. O burada istədiyini elə bilər. Amma o görürsünüz müəyyən bir cəmiyyətlər, müəyyən bir qurumlar yaradır, təşkil edir ki, bu dünyada yaşayan canlı varlıqların müstəqilliyin əlindən almasın. Qurur yaradır ki, özü də orada deyir, gəl
gəlin məsəl üçün, gəlin bu cəmiyyətdə, bu təşkilatda, bu yerdə ünsiyyət lazımi ünsiyyət əldə eləyin ki, o ünsiyyət bizə kömək eləyir ki, biz bu məsələlərdə ciddiliyimizi saxlayaq. İnsan ciddi münasibət saxlasın insan həyatına. Ona ayrılmış qeyri-müəyyən vaxta, hansı ki, özü də bilmir ki, nə qədər vaxt ayrılır buna. Bizim bədənimizin, fiziki bədənimizin qocalığı ilə, ölümü ilə həyat bitmir. Bilirsiniz. Bizim qocalığımızın, ölümümüzlə həyat, bu bir dənə kadrdır. Böyle bir həyat deyilən kino, serialda bir dənə balaca bir kadrdır bizim bir həyatımız. Hökmən bundan sonra bir də təzədən doğulacağıq. Sübut indiki həyatımız. Bizim indiki həyatımız mənə bu dediyimə sübutdur. Bax, indiki həyatımızın bu cür olmağın səbəbi nədir? Sizcə? Təsadüfdür, yox. Bu boyda təsadüf olar. İndiki həyatımızın məhz bu cür olmasının səbəbi nədir sizcə? Bu barədə bizə harda bilik verirlər? Orta məktəbdə bilik almışsınız, universitetdə bilik verirlər, akademiyada bilik verirlər. Harda bu barədə bilik verirlər? Heç harda. Heç harda bu bilik vermirlər. Bu bilik ancaq müqəddəs vedalardadır. Konkret olaraq Bhagavad Gita'da. Bizim bugün hər bir insan hal-hazırki həyatının məhz bu cür olmağın nə səbəbi var? Məhz bu cür. Bu cür qadın bədəndə ya kişi bədəndə, kasıb ailədə, varlı ailədə, gözəl camalla, çirkin camalla, yəni konkret bir talihlə, yazı ilə, qismətlə, hansı ki, insan heç dəyişə də bilmir. Sadəcə olaraq o, necə deyir, təslim olub yaşayır onu. Bunun səbəbi nədir sizcə? Bunun arxasında hansı bilik durur, hansı fəlsəfə durur, hansı elm durur? Budur da, demək ki, bu səbəbi bizim bundan əvvəlki həyatımızdır. Bundan əvvəlki həyatımızda nə eləmişiksə, nə cür yaşamışıq, nə cür düşünmüşük, nə cür danışmışıq, nə cür fəaliyyət həyata keçirmişiksə, onların hamısından nə tökmüşük aşımıza, o da çıxıb qaşığımıza. Bax, indiki həyatımız bizim əvvəlki həyatdakı aşımıza tökdüyümüz nədir? Olanlardır ki, indiki bu həyatda çıxır qaşığımıza, bildiniz. Ona görə də ciddi məsələdir bu. Bu Bhagavad Gita'da bizim oxuduqlarımız, öyrəndiklərimiz, Allahın kimliyi, insan bu barədə biliyi, insan bu barədə maraqlanmağı, bu biz başa düşdük, düşmədik, qəbul elədik, eləmədik, inandıq, inanmadıq. Bu bizim bu həyatda axtardığımızdır. Bunu böyük, yüksək səviyyələrə çatmış böyük müqəddəs şəxsiyyətlər, möminlər, dahilər dönə-dönə yazırlar, təkrar edirlər ki, bu sizin həyatda axtardığınızdır. Bizim həyatda axtardığımız Tanrıdır, Krishnadır, Allahdır. Ona görə insanın ciddiliyi, öz həyatına, insan həyatına ciddi yanaşmağı özün onda göstərir ki, insan nə dərəcədə özün xoşbəxtliyi, məmnunluğunu, rahatlığını özündən kənarda axtarır, yoxsa özün daxilində, öz mənəvi dünyasında, ruhani dünyasında, özünün əzəli ruhi can adlı şəxsiyyətində, yoxsa qıraqda axtarır. Bundan müəyyən olur ki, insan nə qədər həyatına ciddi yanaşır. Nə qədər çox bizim məmnunluğumuz, rahatlığımız, xoşbəxtliyimiz və s. həzzimiz, nə qədər çox bizim özümüzdən qıraqdadır, o qədər çox biz öz həyatımıza qeyri-ciddi yanaşırıq. Bildiniz, bu bir fakt. Bugünkü gündə bu bir dənə fakt. Bunun üçün də ünsiyyət deyilən şey var. Bunun üçün də mütəmadi olaraq insandan ünsiyyət tələb olunur. Hökmən, insan həyatı şanslı verilir bizə. Heyvani instinktləri bütün həyatlarının hamısında yaşamışıq. Yemək, ya seks, bir də özü qorumaq. Amma insan həyatında bizə şans verilir ki, biz bu çevrədən, bu dövrədən, bu necə deyir, bu çərxi fələkdən qurtulaq, azad olaq. Yoxsa yenə doğulacaq, yenə insan həyatı yenə də təkrar doğulur, bildiniz. Ölümdən, qocalıq ölümdən həyat bitmir. Həyat davam edir, əbədidir bizim həyatımız. Sadəcə olaraq həyat serialında bir dənə kadrda təkrar edirəm, bizim indiki həyatımız. Bir dənə kadrdır.
Ona görə görün nə qədər ciddi məsələdir. Burada söhbət Arjuna ilə Krishnanın söhbəti nə qədər ciddi məsələdir. Olduqca ciddi məsələdir. Tanrı şəxsən nazil olur burada. Danışır, təbliğ eləyir, özünün nümayəndələrini göndərir, peyğəmbərlər, imamlar, dahilər burada yazırlar gecə gündüz Nizami kimi, Füzuli kimi, Nəsimi kimi. Məsəl üçün deyirəm də biz tanıdıqlarımız. Hələ nə qədər tanımadıqlarımız. Və bunlar hamısı məsələnin ciddiliyi deməkdir ki, məsələ çox ciddidir. İnsan həyatı çox ciddi bir məsələdir, bir şansdır. İnsan o şansdan istifadə eləməyəndə, biz o şansdan istifadə eləməyəndə maddi enerji bizi cəzalandırır. Canlı varlığa insan bədəni verir. Sonra insan bədəninin təyinatını izah edir. İnsan bədəninin təyinatına uyğun istifadə eləməndə insan həmən dəqiqə nə edir? Özünə cəza nə edir? Dəvət edir. Cəza, özünə cəza çağırır. Çünki insan həyatı konkret verilir ki, konkret nə üçün nəzərdə tutulubdur. Və təbii ki, biz onu təyinatına uyğun istifadə eləməndə hökmən cəzalanırıq da. İstənilən bir şeyi təyinatına uyğun istifadə eləmə, onun hökmən reaksiyası gələcək, uyğun. İstənilən bir şeyi. Götürün, təyinatına uyğun istifadə eləməyin. Öz bildiyiniz kimi istifadə edin, görəsiniz ona uyğun fəsadları çıxacaq. Eləcə də insan həyatını təyinatına uyğun istifadə eləməyəndə nə edir? Maddi enerji hansı ki bu bədəni bizə təqdim eləyibdir, veribdir, insan bədəni. O bizi cəzalandırır. Hökmən cəza gəlir. Hökmən, bildiniz. Təyinatına uyğun istifadə eləmirsən, gəlir. Al, cəzalandırır. Nə ilə? Cəza da müxtəlif təbiətli olub. Cəza insan həyatından aşağı formalara göndərir, cəhənnəm planetlərinə gedirik. Ya insan kimi doğulursan çox əzablı, əziyyətli, istirablı bir şeydə doğulursan, nə dərəm. Necə görün, nə qədər əzab çəkən insanlar var. Bunlar hamısı cəzadır da. Biz insan həyatının təyinatına uyğun hərəkət eləmirik ona görə. İnsan bədəninin. Ona görə məsələ olduqca ciddidir. Arjuna'ya Krishna bütün bu məsələləri danışır, özünün Allahlığını göstərir. Bu qədər, necə deyirlər, bilik verir, bu qədər mərhəmət göstərir, ruhani ustad göndərir. Özü küllü miqdarda qurbanlar verir. Ki, insan məsələnin ciddiliyi başa düşsün, insan özün qurtuluşu üçün səylər, cəhdlər göstərsin. Həzrəti Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm deyirdi. O insanlarla dostluq eləyin ki, onları görəndə yadınıza Allah düşsün. Onlar danışanda biliyiz artsın, əməllərinə baxanda isə ölümdən sonra həyat xatırlasın. Görürsünüz, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və belə balaca şəxsiyyət deyir ki, bu dünyanın alimləri, ya siyasətçiləri, biznesmenləri kimi bir insan deyir ki, o Tanrının avtoritet nümayəndəsidir. Yəni onun ağzından çıxanların hamısı Tanrının fikirləridir. Eləcə də Prabhupadan yazdıqları burada. Yəni ki, mən bunları deməkdə məqsədim odur ki, bizim Krishna ilə Arjuna'nın söhbətində olan məsələlərə ciddi münasibət. Biz bunlara çox ciddi yanaşmalıyıq. Bilirsiniz? İnsan bədəni müvəqqətidir, bizə verilibdir, bizim deyil. Bədənimizi atamızla anamız verib. Faktı da belə deyil, belə baxaq, lap yaxına çəkək. İndi Tanrı hələ ki biraz dərk olunmaz məqamdadır. Bədənimizi atamızla anamız verdi. Anam bətnində formalaşdı, çıxdı atam. Və biz bütün ömrümüzü atamızla anamıza borcluyuq. Gördünüz, bədənimiz ata ilə anandır. Fiziki bədənimiz. Sonra bədən bizə, bədən doğulduğumuz torpaq. Burada qidalanmışıq, burada böyümüşük, bizim bədənimiz bu torpağa məxsusdur. Bu dövlətin rəhbəri yaşadığın, istədiyin vaxt çağırırsan, bu torpaq uğrunda göndər müharibəyə getdi, bədəni aldan, öldü getdi. Məsəl üçün. Bədən mələklərə məxsusdur. Onlar bədən istənilən orqanı bir də görürsünüz, üzvü bir də görürsünüz ki, imtina edir. Sıradan çıxır. Xəstələnir, xidmət göstərmək istəmir. Göz tutuldu kimisə, qulağı batdı kimisə, nə bilim, böyrəklərə imtina elədi, atkaz elədi.
Yəni, filan orqanı sıradan çıxdı. Bildiniz nə təri? Görürsünüz, bədən bizim deyil axı. Bədənin ən müxtəlif görürsünüz sahibkarları var, sadaladım mən sizə. Amma ən son anda isə bədən Tanrıya məxsusdur. Bizim bədənimiz Krişnə məxsusdur. Və biz onun Krişnə xidmətdə istifadə eləyəndə buna deyirlər insan həyatının kamilliyi. Kamillik bu demək. Haçan biz bu bədəni Tanrı Allah Ali şəxsə xidmətdə istifadə edirik. Bugünkü gündə Tanrı Allah Ali şəxsə xidmət bu Tanrı müqəddəsatların tərənnümü prosesidir. Harir nama eva kevalam kalona Steva qaterana. Budur. Və burada çox ciddi olmaqdır. Əks halda vaxt itiririk, vaxtı öldürməyə çalışırıq ki, hansı ki mümkün olan şey deyil. Ya da vaxt bizi öldürür. Bunları deməkdə sözüm ondadır ki, Krishna burada dedikləri, Arjuna'ya göstərdikləri, bunların hamısı bizim Tanrıya qarşı ciddi münasibətimiz üçün nəzərdə tutulubdur. Ciddi münasibətimiz. Bugünkü gündə, bugünkü hazırki dövr insanların Allah Ali şəxsə Tanrıya qarşı, Yaradana qarşı olduqca qeyri-ciddi münasibəti var. Olduqca qeyri-ciddi. Əksər halda biz biganəyik. Laqeyd və biganə. Allaha qarşı böyük bir laqeydlik və biganəlik var insanlarda. Və bunun özünə məxsus fəsadları çıxır. Küllü miqdarda hələ çıxacaq da, gələn həyatımızda çıxacaq, indiki həyatda. Bütün bunların hamısı insanların Tanrıya, onun iradəsinə, istəyinə, məramına, məqsədinə, onun şəxsiyyətinə olan insanların laqeydliyi və biganəliyidir. İnsanlar həddən artıq Allaha qarşı, onun qanunlarına qarşı, onun iradəsinə qarşı, istəyinə qarşı, onun hər bir insana fərdi olaraq qayğısına və münasibətinə və məhəbbətinə qarşı biganə laqeyd münasibətidir. Bütün baş verənlərin hamısının arxasında bu durur. Eləcə də biz məsəl üçün Bhagavad Gita'nın kitabıdır, oxuyuruq, müazirədir. İnsan biganədir, laqeyddir. Belə də əlin yerləyir, keçir gedir üstündən də məsəl üçün. Bu biganəlik, laqeyddir, hökmən özünün nəyini verir, əks reaksiyasını verir. Hökmən, əks, uyğun əks reaksiya, uyğun fəsad gəlir. Bizi maddi enerji cəzalandırır. Maddi enerji. Tanrı cəzalandırmır ki, maddi enerji. Çünki biz maddi enerji, biz Tanrıya biganəlik, laqeydlik göstərməklə insan həyatının təyinatına biganəlik, laqeydlik göstərir və bu maddi enerjiyi, əks tərəfi maddi enerji, aludəçilik və onu istismar eləməkdən doğur. Yəni insan o qədər maddi enerji, aludəçilik və istismarçılıq münasibəti göstərir ki, onun insan həyatının ali məqsədinə, təyinatına, Tanrıya qarşı münasibətlərinə biganəlik və laqeydlik basır. Cəhalət. Onda maddi enerji cəzalandırır insanı. Hökmən cəzalandırır ki, sən hələ nə qədər məni istismar eləmək fikrindəsən. Maddi enerji də şəxsiyyətdir. Bax, onu bilin. Maddi enerji elə belə taxta şalban, daş, torpaq, divar demək deyil. Maddi enerji şəxsiyyətdir. O, İmam Cəfər Sadiqin bir sözü vardı. Deyir, Allah bir gün maddi enerjini öz huzuruna çağırır. Deyir ki, get, mənə xidmət eləyənlərin hamısına xidmət elə. Kimlər mənə xidmət eləyir, sən onlara xidmət elə. Amma kimlər sənə xidmət elə, onların hamısını burada iş ver, başlarını qarışdır, işləsinlər. O deyir, insan burada işləməyi nə deməkdir? Maddi enerji aludəçilidir. İnsan iş üçün yaranmayıb ki, insan bədəni işləmək üçün deyir ki, Rus dilində işləmək rabot, rabotadır, rab sözün kökü, rab. İşləmək özünün hissi həzlərinə kölə olmaq, qul olmaq deməkdir. Nəfsinə qul olmaq, kölə olmaq deməkdir. İnsan bədəni xidmət üçün verilibdir. Tanrı Allah Ali şəxsə xidmət eləmək üçün verilib. İşi minimuma indirmək, xidməti maksimuma qaldırmaq üçün. Xidmətin də ən kamil səviyyəti, ən mükəmməl, ən kamil, ən yüksək səviyyəsi sədaqətli xidmətdir. Tanrıya sədaqətli xidmətdir. Tanrıya sədaqətli xidmət. Mən bunu demişdim sizə.
Şrimad Bhagavatam 1-ci nömrəsində Krishna deyir ki, hər cür fəaliyyətin, dinin ən yüksəyi mənim üçün insanlara məsləhət gördüyüm odur ki, o fəaliyyət, o din insanı gətirib çıxardır Allah Ali şəxsə sədaqətlə xidmətə. Və o tamamilə məmnun və xoşbəxt olmaq üçün bu cür xidməti təmənnasız və fasiləsiz eləməlidir. Gördünüz, bu formula, düsturdur, aksiomadır. Ki, insan həyatının ali məqamı bu sədaq xidmətdir. İşləmək deyil. İşləmək heyvani bir şeydir, şuurdur. Baxmayaraq ki, müasir dövrdə insanlar hamısı işləmək. Amma əslində işləməyin dalında duran bu bizim Tanrıya, insan həyatının təyinatına laqi etdiyimiz və biganəliyimizdir. Çünki insan fəaliyyətsiz qala bilməz axı. Əgər o Tanrıya xidmət eləmək istəmirsə, onda o işləməlidir. Başqa yolu yoxdur. O boş dayana bilməz. Deyir o Allah'a xidmət eləmək istəmirsə, tutur bir dənə it saxlayır, başlayır itinə xidmət eləmək. Pişik saxlayır, pişiyinə xidmət eləyir. İtlə küçədə gəzən adama baxırsan, yaxındakı evində pişik saxlayan adam. O elə bilir ki, bu iti gəzdirmək ona şeydir. Böyük bir dənə xüsusi bir privilegiyadır deyirlər, böyük xüsusi bir şeydir. Amma xəbəri yoxdur ki, bu itə qulluq eləyir. Bu adını insan qoyub, amma itə qulluq eləyir, itə xidmət eləyir. O it bunu ha tərəfə dartır, ora gedir. O it buna kak eləmək istəyir, kakın dərdini çəkir. Çişi eləmək istəyir, çişinin dərdini çəkir. Çimizdirməlidir, yedizdirməlidir, onun hər şeyini yatızdırmalıdır. Vaxtında gəzməyə çıxartmalıdır. Başa düşürsünüz, bu xəbəri yoxdur ki, itin xidmətçisi olubdur. İtin nökərdir, itin nə idi? Quludur. İtinə qul olubdur. Pişiyinə qul olub deyirlər. Və də Allah, çünki bu xidmət eləmək canlı varlığın əbədi dinidir, sanatana dharmasıdır. Bilirsiniz nə də? Sanatana əbədidir, dharma da əbədi dini. İnsanın canlı varlığın ümumiyyətlə əbədi dini var. Axırıncı dini yox, əvvəlinci, axırıncı din yox ki, əbədi dini. Bildiniz, bu Krishna Şuri fəlsəfəsi 9-cu fəsildən mən sizə nümunə gətirdim ki, orada 9-cu fəslin 2-ci beytində deyir ki, Krishna Arjuna ki, bu əbədidir, sənə verdiyim bilik əbədidir. Və Şrila Prabhupada Bhagavad Gita'nın girişində və ümumiyyətlə müazirlərə xüsusilə izah edir ki, xidmət eləmək canlı varlığın əbədi konstitusional halıdır, konstitusiyasıdır. Əbədi onun nə idi? Dinidir. Bizim əbədi dinimiz başqalarına xidmət eləməkdir. İnsan milyarder olsun, trilyarder olsun, insan nə bilim ölkənin şahı olsun, prezident olsun, nazir olsun, yoxsa insan kim olur olsun da, Hristiyan olsun, müsəlman olsun, nə bilim da, ateist olsun, kim olur olsun. İstənilən halda insan xidmətçidir. Heç kim deyə bilməz mən ağayam. Bir nəfər bu dünyada, bircə nəfər, heç kim sinəsini qabağa verib deyə bilməz ki, mən ağayam. Hamı xidmətçidir. Hamı kiməsə xidmət edir. Kimsə ailəsinə xidmət edir, arvadına, uşağına xidmət edir. Kimsə vətəninə, ölkəsinə xidmət edir. Kimsə itinə, pişiyinə xidmət edir. Kimsə nə bilim deputatlı seçicilərinə xidmət edir, müəllimdir, şakir. Hamı kiməsə xidmət edir. Heç kim ağa deyil, bildiniz nətər? Və bu xidmət o deməkdir ki, xidmət eləmək ruhi can adlı bizim şəxsiyyətimizin əbədi dinidir, konstitusiyasıdır. Naturası, təbiətidir, bildiniz nətər? Buna deyirlər bizim əbədi dinimiz. Əbədi din bu nədir? Xidmət eləməkdir. Başqalarına xidmət eləmək. Məsəl üçün, bu bilsən nədir, nəyə oxşuyur? Suyun mailiyi onun əbədi nədir? Xarakteristikasıdır. Qəndin şirinliyi. Qənd deyilsə hökmən o şirin olmalıdır. Əgər şirin deyilsə qənd deyil. Hər nədirsə qənd deyil. Düzdür? Bu faktdır da. Əgər biz qənd deyirik ki, hökmən o şirin olmalıdır. Biz od deyirik ki, ondan işıq və istilik gəlməlidir. Od. Əgər oddan işıq və istilik gəlmirsə, demə od deyil. O nədirsə od deyil. Yəqin onun səbəbi onun imitasiyasıdır. Bildiniz? Necə ki, qəndin şirinliyi qəndin ayrılmaz bir xassəsidir. Odun istiliyi və işıq onun ayrılmaz xassəsidir. Suyun maili onun ayrılmaz bir xassəsidir. Bibər, acı bibər, istiyot. Hökmən acı olmalıdır. Əgər acı deyilsə, o istiyot deyil. O qumdur. Məsəl üçün deyirəm də. Elə deyil. Eləcə də bizim insanın, canlı varlığın ümumiyyətlə, nəinki insanın, bütün ruhi can adlı canlı varlığın əbədi, konstitusional, dini
konstitusiyası. Başqalarına xidmət eləmək. Və bu əzəldən bizim Allah ali şəxsə xidmətimizdir, sədaqətli xidmətimiz. Bax, biz o xidməti eləməyəndə Allaha bilavasitə. Onda biz o xidməti ona bilvasitə eləyirik. Bilvasitə, yəni kimsə bu saat bu vətəninə, torpağına xidmət eləyir. Kimsə millətinə xidmət eləyir. Kimsə özünün dininə xidmət eləyir. Hansısa bir seçdiyi də səmavi dininə. Kimsə uşaqlarına, ailəsinə, arvadına, uşağına, ailəsinə xidmət eləyir. Kimsə xalqına xidmət eləyir, şahdırsa, kimsə nə bilim sahibkardırsa, əlinin altında işləyənlərə, hamı başqalarına xidmət eləyir. Hökmən. Bildiniz? Sadəcə olaraq bu xidmətin ən mükəmməl, ən kamil səviyyəsi bizim Krişna olan xidmətimizdir. Krişna xidmətimizdir, bildiniz? Və ancaq Krişnaya xidmətə gəlib çatanda insan bax bu xidmət eləmək, nəyi xidmət eləmək, bax bu xarakteristikası insanın özünün kamilliyinə çatır, ən kamil səviyyəsinə. Bu cür xidmət insanın həqiqi real şəxsiyyətini nə eləyir? Dirçəldir, təzahür elətdirir həqiqi real şəxsiyyətini. Bu cür xidmət insana sözün əsl mənasını daxili məmnunluq və xoşbəxtlik gətirir. Bu cür xidmət insanı illüzor enerjinin nökərçiliyindən, köləliyindən azad edir. Amma yerdə qalan halların heç birində bu azadlıq, bu qurtuluş yoxdur. Biz köləyi, xidmət eləmədiyimizin köləsinə çevrilirik. Ona görə indiki dövrdə xidmət, Allaha xidmət, bu onun müqəddəsatlarına xidmətdir. Bunun müqəddəsatları, Tanrı nə göstəriş versə, onu həyata keçirmək, Tanrı Allaha xidmət deməkdir. Tanrı indiki dövrün insanlarına verdiyi göstəriş odur ki, mən müqəddəsatlarımın tərənnümü fərdi və kollektiv şəkildə həyata keçirilməsində yaxından iştirak edeyim. Buna deyirlər Bhakti yoga. Bu yogadır, Bhakti yoga. Bhakti yoga Tanrı ilə münasibətlərin bərpa olunması yogasıdır. Allahla. İnsanın özü ilə, birinci öz şəxsiyyəti ilə, mən kiməm, ruhi can adlı şəxsiyyətini. Həzrəti Əleyhisselamın dediyi kimi özünü tanıyan Allah'ı tanır. Sonra da özünün ruhi can adlı şəxsiyyətinin Tanrı ilə münasibətlərinin bərpası. Buna deyirlər Bhakti yoga. Bizim bu saat 7-ci fəsildən 12-ci fəsil arasında Bhagavad Gita'nın 7, 8, 9, 10, 11, 12, 6 fəsli Bhakti yogadan bəhs edir. Sədaqətli xidmətdir. Bax biz onu danışa-danışa gedirik. 12-ci fəsil olacaq konkret olaraq sədaqətli xidmət və biz orada o fəsili bu 6 fəslin yekunu kimi izah eləyəcəyik. Sədaqətli xidmət anlayışına tam izah verib nöqtə qoyacağıq. Sədaqətli xidmət nə deməkdir? İndiki dövrdə sədaqətli xidmət Tanrı müqəddəsatların tərənnüm eləmək deməkdir. Və salam. Bu adamı dünya bağlılıqlarından, maddiyyata bağlılıqlardan, onun gətirdiyi fəsadlardan azad edir. Tanrıya sədaqətli xidmət yoluna durmaq. Azad edir. Bhagavad Gita'da biz oxuyuruq, öyrənirik. Krishna'nın bax indi Allahlığını Arjuna'ya göstərir. Ne için göstərir Krishna özünün Allahlığını Arjuna'ya? Ne üçün Krishna Arjuna'nın suallarına, xahişlərinə cavab verib əməl edir? Ona görə ki, Krishna'nın məqsədi odur ki, Arjuna onun göstərişini həyata keçirsin. Onun da göstərişi nədir? Arjuna silahını götürüb Kşatriya idi. Gedib girib Kurukshetra döyüş meydanında döyüşməli idi. Arjuna da bunu eləmək istəmir. Bəhanələr gətirir. Cismani nöqtəyinizlə bəhanələr. Hansı bəhanələri biz gətiririk? İndiki dövrün insanında desən ki, hər gün oxu da Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram, Ram Ram, Hare Hare. İnsan yüzlərlə bəhanə gətirəcəkdir. Bunu eləməmək üçün yüzlərlə bəhanə gətirəcək. Və o bəhanələrin hamısı 100% cismani xarakterlidir. Maddi bədəndən əlaqədardır. Bildiniz? Maddi bədəninin bu və ya digər mənsubiyyəti ilə, məxsusiyyəti ilə, sosial mövqeyi ilə, danələri ilə, nələri ilə, coğrafi mövqeyi ilə, milli mövqeyi ilə, nə ilənsə əlaqədardır. Hamısı yəni fiziki bədənlə əlaqədar olacaq. Eyni ilə Arjuna'nın arqumentləridir. Mən bu şeyləri demişəm əvvəlki mühazirədə sadəcə olaraq indi təkrar edirəm, bildiniz. Buna görə bu cismani bizim bağlılıqlarımızın hamısı bizi burada maddi illüzor enerjinin köləsinə çeviribdir.
Biz burada olmuşuq illüzor enerjinin köləsi. O ki, illüzor enerjinin təsirindən qurtulmağa deyirlər, real qurtuluş. Bunun da yeganə yolu Krishna özü deyir. Daiviyesha gunamayı mamamaya duratya deyir. Mənim illüzor enerjim, mənim ilahi enerjimdir. Və onu heç kim dəf eləyə bilməz. Yalnız məndə özünə sığınacaq tapanlardan başqa. İndi də Krishnada sığınacaq tapmağın yolu 10 müqəddəs adlarında Krishna özü müqəddəs adları kimi buradadır. Yəni Allahın müqəddəs adları onun özüdür. Özüdür. Konkret olaraq bildiyiz. Yəni Allahın adı ilə özünün arası fərq yoxdur. Ona görə Allahın müqəddəs adları onun özüdür. Və onun özü tərənnüm eləmək, sonra onu kollektiv, fərdi şəkildə onu təbliğ eləmək başqalarına. Bu bugünkü gündə Tanrıya xidmət eləmək deməkdir. Allaha xidmət eləmək deməkdir. Allaha xidmət yoluna durmaq deməkdir. Bu insanı nə gətirir? Azadlıq gətirir, qurtuluş gətirir, uyanış gətirir, illüzor enerji təsirindən qurtulmaq gətirir. Bu insana bilik verir, bu insanı dünyəvi bağlılıqlardan azad edir. Bu insanı süni tələbatlarının hamısını sıfıra aparır. Süni tələbatların hamısını sıfıra aparır. Bunu həyata keçirənlər ancaq duyacaqlar, başa düşəcəklər. Tam inamla həyata keçirən insanlar. Görəcəklər ki, bu belədir. Hər şey deyildiyi kimidir. Ona görə bugünkü dövrün insanlarına Allah əlini bu cür uzadıb. Əlini mənə bəstərəcək ki, sizin qurtuluşunuz budur. Mən Məhəmməd Məsudullah bir dənə sözü var da, deyirdi ki, Allah ona deyib ki, Peyğəmbər sallallahu Allah deyib ki, get insanlara de ki, qoy mənim yanıma qapıdan gəlsinlər. Mən oxuyanda öz-özümə dedim buna söhbətdir ki, qapıdan gəlsinlər. Bu nə deməkdir? O demək istəyir ki, çox böyük bir məna var burada. Olduqca böyük bir məna var. Təsəvvürə gəlsin ki, bizi qatıblar bir dənə otağa və otaqda qapı da var. Hardansa girmişik ora, düzdür. Və günlərin bir gündə insan bu otaqdan çölə çıxmaq istəyir. Darıxır burada. Bilirsiniz nə dərim? Darıxır, bağırı çatlayır. Və bu otaqdan çölə çıxmağın üçün hardan giribsə oradan da çıxacaq. Amma o fikirləşir ki, mən özüm kəşf eləyəcəm ki, mən buradan necə çıxam. Onda o insan divarı durur, divarı deyir ki, mən bu divardan keçəcəm. Və yaxud da ki, o yeri qazıb oradan keçmək istəyəcək. Yəni, istənilən variant onun vəziyyətini ağırlaşdıracaqdır. Sadəcə olaraq, düzdür. İstənilən onun fikirləşdiyi variant onun vəziyyətini ağırlaşdıracaq. Çünki onu ora salan, oradan çıxmaq üçün qapı da qoyubdur. Deyir ki, özündən qapı fikirləşmə. Bildiniz mi? Mənim qoyduğum qapıdan çıx bu otaqdan. Bu deməkdir, Peyğəmbər sallallahu deyir ki, onlara deməyim qapıdan gəlsin. Və Tanrı da bu maddi dünya, maddi enerji, illüzor enerjiyə veribdir. İllüzor enerji durqadır. O həddindən artıq qəddardır. Və o tikanlı məftillərdən ibarət. Fikir vermişsiniz, həbsxananın nətəri bərk-bərk neynirlər? Məhdudlandırıblar. Həbsxananın divarları hündürdür. Heç kim ora buraxmırlar. Pəncərəsi yoxdur. Hər divarın üstü ilə tikanlı məftillər çəkilir. Yəni, bütün lazım olan tədbirlərin hamısı görülüb ki, oradakı insan oradan öz başına çıxmağa, qaçmağa heç bir şans olmasın. Amma onun ora salanan iradəsinə uyğun qaydada oradan çıxmaq şeyi var, imkanı var. Yəni, hansı qapıdan girib, o qapıdan da çıxmaq. Bildir? Və buna deyir ki, Allah Peyğəmbərə deyir ki, get ona deyir ki, mənim yanıma qapıdan gəlsin. Yəni ki, mənim qoyduğum, açdığım qapıdan onlar oradan çıxa bilərlər. Başqa qapıdan yox. İndiki dövr üçün, bizim üçün qapının adı nədir? Sankirtan Yagya. Bura maddi dünya həbsxanadır, əbədiyyətin həbsxanasıdır. Özdə o dərəcədə buranın qalın nəyi var? Qalın divarları var ki, onu qeyri-mümkündür keçmək, bildiniz. Bizim kainatın 7-8 qatı var. Hər bir qat, növbəti qat özündən qabaqçı qatdan 10 dəfə qalındır. Təsəvvürünüzə gəlirsiniz. Hər bir növbəti qat özündən qabaqdakından 10 dəfə qalındır. Torpaq qatı var,
su qatı var, od qatı var, hava, yəni bədənimizdəki çarklara uyğun olar. Ən axırda ego qatı, yalancı ego, ahankara. Ha? Və bunların hər biri növbətisi özündən qabağındakından 10 dəfə qalındı. İndi gəl buradan çıx görək. Kainatın özündən onun qatları həddindən artıq çoxdur. Kainatın özünün ölçülərindən kainatın qabığının qatları həddindən artıq qalındır. Kainat elə bir ki, öz o qabığın içində balaca bir nöqtə boydadır. Kainat onu örtən qabıqların içində balaca bir nöqtə boyda bir şeydir. Və biz burada insan bədəni də həmən bu həbsxananın içində nədir? Kameradır. Kameralardır. İndi biz buradan çıxmağın yolu, yeganə yolu Tanrı'nın buyurdu, açdığı qapıdır. Tanrı qapını açanda illüzor enerjiyə Durqaya göstəriş verir ki, bax buradan çıxa bilərlər. Durqa da deyir, okey, vəssalam. O da məhz o qapıya tərəf gedənlərə icazə verir ki, çıxsınlar buradan. Yerdə qalanların heç birinə icazə yoxdur çıxmaq buradan. Heç birinə. Bu deməkdir, Krishna deyir ki, mənim illüzor enerjimin təsirindən yalnız özlərini mənə həsr edənlər azad olacaq. Başqa heç kim. Ona görə də bugünkü gün üçün həmən qapının adı Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Tanrı müqəddəs adların tərənnümüdür. Bax o qapıdır. Bizim bu maddi dünya həbsxanasından qurtulmağımız, azad olmağımız üçün qapının adı Tanrı müqəddəs adların tərənnüm prosesidir. Ona görə bu prosesdə kim bu prosesi başa düşəcək, necə deyir, ciddi yanaşacaq, qəbul edib həyata keçirəcək, onlar həmən dəqiqədən özlərinin qurtulduqlarını hiss edəcəklər. Həmən dəqiqədən, burada ola hələ. Hiss edəcək ki, o qurtulubdur. Yəni, maddi dünyanın qanunları onun üzərində elə bir ciddi hökmə malik deyil. Mən burada dayanıram, hamıya öz diqqətimi, hamıya öz minnətdarlığımı bildirəm diqqətinə görə. Kimisə bu və digər sual olsa buyursun. Tanrı mənim sayəsində çalışan izah edeyim. Hare Krishna.